Какой удивительный вечер. Necə də heyrətamiz bir gecədir. И какая музыка. Necə də heyrətamiz bir musiqidir. И выходить после такой музыки, я бы сказал, не трудно, но настолько мы умиротворенные уже, настолько мы уже в атмосфере, правда? Belə bir musiqidən sonra çıxmaq deməzdim ki, çətindir, amma o qədər hazırıq ki, o qədər sülhdəyik ki Как много мы уже услышали через эту музыку. və artıq bu musiqi vasitəsilə o qədər şeyləri eşitdik ki, И мы уже слышали об этом стихе, но я бы хотел, чтобы мы прочитали его еще раз. biz artıq bu bənd barəsində eşitdik, amma istərdim ki, o bəndi bir daha oxuyaq. Стих из Слова Божьего. Tanrının kəlamından olan bir bənd. Книга пророка Исаии, Yaşaya Peyğəmbərin kitabı, 9 глава, 9-cu fəsil, 6 стих. 6-cı bənd. «Ибо младенец родился нам, сын дан нам, владычество на раменах его, и нарекут ему имя чудный, советник, Бог крепкий, Отец вечности, князь мира». Yazılıb ki, çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökümdarı olacaq. Что мы празднуем? Biz nəyi bayram edirik? Что мы празднуем в Рождество? Miladda biz nəyi bayram Что edirik? празднует весь мир? Bütün dünya nəyi bayram edir? Слово Божье говорит. Tanrının kəlamı deyir Слово ki, Божье говорит, что нам родился младенец. Tanrının kəlamı deyir ki, bizim üçün körpə doğulub. Слово Божье говорит, что нам дан сын. Tanrının kəlamı deyir ki, bizə oğul verilib. Чей сын? Kimin oğlu? Нам дан Сын Божий. Bizə Tanrının oğlu verilib. Слово Божье говорит, вся власть у Него. Tanrının kəlamı deyir ki, bütün hakimiyyət onun И üzərindədir. Слово Божье говорит, что Его назовут Və eləcə də Tanrının kəlamı deyir ki, onu belə adlandıracaqlar. чудным, Ki, ecazkardır Его o. назовут советником Onun adı и məsləhətçidir Богом крепким, və qüdrətli atadır, и Отцом вечности, əbədi atadır и князем мира. və eləcə də sülh hökümdarıdır. После того, как мы услышали такую умиротворяющую музыку, Və belə sülh verən, sakitlik gətirən bir musiqini eşitdikdən sonra я бы хотел, чтобы мы услышали istərdim ki, eləcə də bunu eşidək. о мире. Sülh barəsində О мире, eşidək. который нам предлагает Бог. Tanrının bizə təklif etdiyi sülh barəsində eşidək. И есть такая нужда в этом. Və buna çox böyük ehtiyacımız var. У человечества есть нужда в мире. Bəşəriyyətin sülhə ehtiyacı var. Есть так много беспокойства. Və çoxlu narahatlıq Есть var. так много страха, Çoxlu qorxu var. так много вины, Çoxlu təqsir hissi var. да, так много стыда. Çoxlu utanc var. Люди lишены мира. İnsanlar sülhdən məhrum Люди olurlar. живут в беспокойстве. İnsanlar narahatlıqda yaşayırlar. Это особенное время. Və bu xüsusi bir vaxtdır. Время, когда человечество больше всего хочет решить эту проблему. Və bu elə bir vaxtdır ki, insanlıq, bəşəriyyət daha çox bu problemi həll etməyi istəyir. И придумывают столько всего. Və çoxlu şeylər düşünüb ortaya Для çıxardırlar. человека. İnsan üçün. Чтобы человек успокоился. Ki, nəhayət insan sakitləşə Чтобы человек bilsə. обрел внутренний mир. Ki, nəhayət insan daxili sülhü tapa Столько bilsə. всего. Çox şeylər baş verir. Но становится труднее и труднее. Amma getdikcə daha və daha da çətin olur. Так много суеты. O qədər vurnuxma var Так ki, много ненужных мыслей. o qədər lazımsız fikirlər var. Так много беспокойства. O qədər çoxlu narahatlıq Так var. много страха. O qədər çoxlu qorxu var. Мы можем называть это по-разному. Və bu şeyləri müxtəlif cür adlandıra bilərik. Насколько люди страдают İnsanlar nə qədər əziyyət от çəkirlər. того, что они не могут найти мир. Çünki sülh tapa bilmirlər. Люди говорят, у меня панические атаки, İnsanlar deyirlər ki, məndə panik у ataklar меня var. проблемы с нервами, Əsəblərimdə я не problemlərim var. могу спать, у меня бессонница, Yata bilmirəm, у yuxusuzluq var меня məndə. депрессия. Depressiyadayam. Мы можем продолжать этот список. Və bu siyahını davam etdirə Список bilərik. того, как проявляется человек внутренний, Ki, insanın daxilən necə olduğunun siyasını davam etdirə bilərik. лишенный мира. Ki, o sülhdən məhrum olubdur. Мой внутренний человек лишен мира. Mənim daxili insanım sülhdən məhrumdur.
Что-то внутри меня поломалось. və daxilimdə nə isə sınıbdır. Что-то внутри человека поломалось. İnsanın daxilində nə isə sınıbdır. Tысячи lет назад. Min il bundan И qabaq человек ищет мира, insan sülh и ищет axtarır, успокоения, rahatlıq axtarır, но его нет. amma tapa bilmir. Знаете, Слово Божье пишет очень открыто Bilirsinizmi, Tanrının kəlamı bu barədə çox açıq и yazır не skрывает слабости людей, və insanların zəifliyini gizlətmir. даже самых духовных, Hətta ən ruhani olanların belə, даже пророков. hətta peyğəmbərləri, Слово Божье не скрывает слабости даже пророков. Tanrının kəlamı hətta peyğəmbərlərin zəifliklərini belə gizlətmir. В книге Псалмов Давид, царь Давид, он признается. Zəbur kitabında Padşah Davud etiraf edir. Он говорит, я в страхе, я в трепете. Deyir ki, mən qorxu, dəhşət içindəyəm. Иов признается. Əyyub da etiraf edir. Он говорит, я не чувствую мира. O deyir ki, mən sülhü hiss eləmirəm. Нет мне покоя и нет отрады. Rahatlığım, sevincim yoxdur deyir. Меня постигло несчастье. Və deyir ki, bədbaxtlıq üzərimə çöküb. Плач Иеремии. Yeremiyanın mərsiyələri kitabında Пророк Иеремия говорит, внутри меня мне тесно. Yeremiya peyğəmbər deyir ki, daxilimdə çox sıxıcıdır. Соломон говорит, Süleyman deyir, тоска подавляет меня. deyilir ki, sıxıntı məni əzir. Насколько это сильно? Və bu nə qədər güclü bir Насколько это şeydir. серьезно? Nə qədər ciddi bir şeydir. Человек потерял мир. İnsan sülhünü itirib. Но Amma пророк Исаия, Yaşaya peyğəmbər как мы прочитали, necə ki artıq он oxuduq, говорит, младенец родился вам, deyilir ki, sizin üçün körpə doğulub, сын дан вам. sizə oğul И verilibdir. как его зовут? Və onun adı nədir? Его zовут князь мира. Onun adı sülh Он князь hökmdarıdır. мира. O sülhün hökmdarıdır. Что это означает? Bunun mənası nədir? Что такое Рождество? Milad nədir? Кто родился в Рождество? Miladda kim doğulub? Что произошло в этот день? Bu gün nə baş veribdir? 2026 lет назад 2026 il bundan qabaq Бог поговорил с этим миром. Tanrı bu dünya ilə У danışdı. Бога есть послание для этого мира. Tanrının bu dünya üçün bir sözü, məktubu var. Послание о мире, Sülh barəsində olan послание söz, примирения, barışıq barəsində olan послание о sözdür bu. том, что Бог с нами. O söz onun barəsindədir ki, Tanrı bizimlədir. Он нас не оставил. O bizi tərk eləməyib. В другом стихе пророк Исаия говорит, нарекут ему имя Иммануил, Və başqa bir bənddə Yeşaya peyğəmbər deyir ki, onun adını Emanuel что значит qoyacaqlar. Бог с нами. Və bu adın da mənası odur ki, Tanrı bizimlədir. Кто родился? Kim doğulubdu? Tот, кто говорит Danışan kəs самим doğulub. собой, Özü ilə danışan kəs. Бог с нами. Tanrı bizimlədir. Он и есть это послание. Bax, həmən o söz, məktub Tanrı Он не özüdür. тот, кто говорит об этом, он и есть это O послание. sadəcə bu söz barəsində danışan kəs deyil, o sözün özüdür. Бог с нами, Tanrı bizimlədir. кто родился в этот мир. Bu dünyaya kim doğuldu? Тот, из-за кого Бог говорит. O kəs ki, onun barəsində Tanrı deyir. Из-за кого Бог говорит к людям. Мое благоволение в людях. Onun barəsində Tanrı insanlara deyir ki, mənim xoş məramım bu insanlardadır. Тот, из-за кого Бог говорит. O kəsə görə Tanrı deyir, Я не оставлю и не покину людей. mən sizi tərk etməyəcəm və əsla buraxmayacağam. Тот, кто говорит нам лично. O kəs ki, bizə şəxsən deyir, Придите все. deyir ki, hamınız gəlin. Придите все труждающиеся и обремененные. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Придите все обеспокоенные. ey bütün narahat И olanlar, все, кто в страхе. qorxu içində И все, кто olanlar, в стыде. utanc И içində все, кто olanlar, устали. yorğun И все, olanlar, кто подавлены. əzilənlər, Придите все. hər kəs, hamısı gəlin. И он говорит, я успокою вас. Və Tanrı deyir ki, mən sizə rahatlıq verəcəyəm. Кто пришел в этот мир? Bu dünyaya kim gəldi? Спаситель мира? Dünyanın xilaskarı? Аминь, да. Amin, bəli. Но также Amma eləcə də в этот мир пришел сам мир. bu dünyaya sülhün özü gəldi. Он prишел не просто, чтобы говорить о мире. O sadəcə gəlmədi ki, sülh barəsində danışsın. Он пришел стать для нас умиротворением. Amma gəldi ki, bizim üçün bir sülh, rahatlığa И Он çevrilsin. наше Və успокоение. odur bizim rahatlığımız. Младенец родился.
bizim üçün körpə doğuldu. Родился непорочным зачатием. Və yazılıbdır ki, qüsursuz doğuşla doğuldu. Младенец родился, Körpə doğuldu. чистый, Təmiz körpə, безгрешный, günahsız, святой. müqəddəs. И этот младенец прожил святую жизнь. Və bu körpə müqəddəs bir həyat yaşadı. Он рос O böyüdü и не грешил ни разу. və bir dəfə də olsun günah etmədi. И всю свою жизнь, Və həyatı boyunca, всю свою жизнь bütün həyatı boyunca он нес в своем сердце. öz ürəyində, Я здесь для того, чтобы dать mир людям. öz ürəyində bu şeyi daşıyırdı ki, mən yer üzünə gəldim ki, insanlara sülh verim. Я здесь для того, чтобы предложить mир каждому. Mən gəldim ki, hər kəsə sülhü təklif edim. Знаете, у Бога есть послание. Bilirsinizmi, Tanrının sözü var Бог хочет предложить mир və Tanrı sülhü təklif Mir v etmək serce. istəyir. Ürəklərimizə sülh, каждому из нас. hər birimizə. И если мы никогда не обращали свое сердце к Иисусу Христу, Əgər heç zaman ürəyimizdə İsa Məsihə müraciət etməmişiksə, просто знайте, sadəcə bilin Он может подарить mир в сердце. ki, İsa Məsih ürəklərimizə sülh verə bilər. А если мы потеряли этот мир, Əgər bu sülhü itirmişiksə, знаете, bilin ki, я хочу обратиться к Иисусу. mən İsa Məsihə müraciət etmək istəyirəm. И у Него есть mир для меня. İsa Məsihdə mənim üçün sülh var. Он мой мир. Odur mənim Он sülhüm. успокоит меня. O mənə rahatlıq verəcək. Вот кто родился Bax, doğulan kəs bu kəsdir. 2026 лет назад. 2026 il bundan Вот кто qabaq. родился. Bax, doğulan kəs bu Мир kəsdir. для человечества. Bütün bəşəriyyət üçün olan sülhdür o. Обеспечение для каждого сердца. Hər bir ürəyin И təminatıdır o. умиротворение. Və sülhdür, И rahatlıqdır. покой. Və rahatlıqdır. Не на время. Müvəqqəti deyil bu. Не на 5 минут. 5 dəqiqəlik bir sülh deyil. Он родился не чтобы немножко утешить. O doğulmadı ki, biraz təsəlli versin. Нет, но чтобы я был spokоен всю вечность. Amma doğuldu ki, mən əbədiyyət boyunca rahat olum. У него есть послание о вечной жизни. Onun əbədi həyat barəsində sözü var. Иисус Христос говорит: İsa Məsih deyir, всякий, кто поверит в меня, mənə iman edən hər всякий, кто kəs, призовет мое имя, mənim adımı çağıran hər kəs будет спасен и спасен навечно. xilas olacaq və əbədi xilas olacaq. И уже не нужно переживать. Və artıq narahat olmağa И не ehtiyac нужно нести yoxdur. страх и стыд и вину в своем Və сердце. ürəyində qorxu, utanc, narahatlığı daşımağa ehtiyac yoxdur. Нет, но послание о мире и о покое. Amma ürəyimizdə sülh və rahatlıq barəsində söz var. Примите его, Onu qəbul edin. примите его. Onu qəbul edin. Слово Божье говорит Tanrının kəlamı deyir. бесплатно. Bu müftədir, havayıdır. Примите его. Onu qəbul edin. Слово Божье говорит, Tanrının kəlamı а deyir я умоляю. və o yalvarır. Слово Божье говорит, а я умоляю. Tanrının kəlamı deyir, mən isə yalvarıram. Я умоляю каждого, Hər bir kəsə yalvarıram. каждого, кто не принимал Məsihi qəbul Иисуса etməyən Христа в свое hər сердце. kəsə yalvarıram. У вас есть надежда, Sizin ümidiniz у var. вас есть шанс. Sizin şansınız var. Примите его, Onu qəbul edin. примите его. Onu qəbul И мир edin. Божий, Və Tanrının sülhü мир Божий войдет в вашу жизнь. sizin həyatınıza daxil olacaq. Тот младенец, который родился, Doğulan həmən bu körpə это обещание мира для нас. bu bizim üçün sülh vədidir. Это послание мира. Bu sülhün sözüdür. Примите его. Onu qəbul edin. Сейчас мы все вместе İndi isə biz hamımız bir yerdə обратимся к Богу. Tanrıya müraciət В edəcəyik. молитве. Duada. Но я прошу, Amma xahiş edirəm каждый hər kəsdən обратите свое сердце ко Христу. öz ürəklərinizi Tanrıya tərəf çevirin. О наш Небесный Отец, Səmavi atamız, спасибо Тебе minnətdarıq sənə. за рождение Иисуса Христа. İsa Məsihin doğulmasına görə sənə minnətdarıq. Спасибо Тебе за то, что Ты послал Его в этот мир. Minnətdarıq ki, sən onu bu dünyaya göndərdin. Спасибо Тебе за то, что Ты не оставил нас в беспокойстве, Minnətdarıq ki, bizi narahatlıq içində qoymadın. не оставил нас в страхе, Bizi qorxu içində не оставил buraxmadın. нас в унижении Bizi alçalma içində buraxmadın. и в чувстве вины. Və eləcə də təqsir hissində buraxmadın. Нет, но Ты
Ты даешь нам мир. Amma sən bizə sülh verirsən. Через Иисуса Христа. İsa Məsih vasitəsilə. И мы говорим в своем сердце, я верю, Və biz də öz ürəklərimizdə deyirik ki, ya я верю и я принимаю. mən inanıram və qəbul edirəm. Я принимаю Qəbul edirəm. Твой мир Sənin и sülhünü qəbul Твоего edirəm. Сына Иисуса Христа. Sənin oğlun İsa Məsihi Ya qəbul veru. edirəm. Mən inanıram Скажите аминь. və amin deyin. И будьте уверены, Və əmin olun. Бог не просто так предлагает что-то. Tanrı nəyisə elə belədən təklif etmir. Если что-то есть в Его Слове, Əgər onun sözündə, kəlamında nəyisə varsa, если Он предлагает что-то, əgər Tanrı nəyisə Он təklif edirsə, предлагает это навсегда. Tanrının təklifi əbədi olaraq qalır. Это Его вечный подарок. Və bu Tanrının əbədi hədiyyəsidir. Это не значит, что я никогда больше не буду чувствовать беспокойство. Və bu o demək deyil ki, mən heç vaxt daha narahatlığı hiss eləməyəcəm. Нет, это значит другое. Amma bunun mənası başqadır. То, что Божий мир будет во мне. Ki, Tanrının sülhü məndə olacaq. И я смогу его найти. Və mən o sülhü tapa biləcəm. Во мне будет нечто. Məndə nəsə bir şey olacaq. И я смогу найти мир. Və mən sülhü tapa biləcəyəm. Чего до этого не было. O şey ki, bu vaxta qədər yox Я idi искал, и məndə. я не находил. Axtarırdım, onu tapa bilmirdim. Как мне успокоиться? Ki, necə rahatlana bilərəm. Как мне перестать думать об этом? Ki, necə bu şey barəsində düşünməyi dayandıra bilərəm. Как остановить все это? Necə dayandıra bilərəm. Будьте уверены. Əmin olun ki, Через веру в Иисуса Христа İsa Məsihə iman eləmək vasitəsilə в вашем сердце будет мир. ürəklərinizdə sülh olacaq. И если вы его не чувствуете, Əgər onu hiss eləmirsinizsə, если вы его не переживаете, əgər onu yaşamırsınızsa просто скажите Богу, və sadəcə Tanrıya я deyin. знаю, ты уже pодарил мне мир. Deyin ki, ya Rəbb, mən bilirəm ki, sən artıq sülhünü mənə vermisən. Покажи мне его. Mənə onu göstər. Яви мне его. Göstər Потому onu что я mənə. хочу жить с тобой в мире. Ki, mən səninlə sülhdə yaşamaq istəyirəm. И ты предназначил для меня мир. Və mənim üçün sülhü təyin eləmisən. Знаете, Бог хочет, Və bilin ki, Tanrı istəyir Он ki, хочет, чтобы мы жили в мире. o istəyir ki, biz sülhdə yaşayaq. Не в беспокойстве, Narahatlıqda deyil, не в страхе qorxuda и ни deyil в чем другом, və başqa nədəsə yaşamayaq. но в Amma- мире от Бога. Tanrıdan gələn sülhdə yaşayaq. Аминь. Amin.